başına daş vurmalıdır. Bunu Burada sözlə bir yəni həll etmək mümkün deyilmi? Ülfət xanım, çox Uşaqlara- üzr istəyirəm. Bunun kökündə yatan bir bizim kodlaşmamız var ki, əgər sən güclüsənsə, yəni daha çox oğlan uşaqları bu zəmində yetişdirilir. Təəssüflər olsun ki, sənə bir deyənə 5 deməlisən, sənə bir vurana 5 vurmalısan. Əgər biz övladımızı digər səmtdə tərbiyə eləsək ki, həmin o sənə nəsə söz deyən insan və yaxud da sənə vuran insan psixoloji problemdə ola bilər, aqressiv insan ola bilər, xəstə ola bilər. Yəni biz hər kəs həmin baş qoşub, yəni bu cür reaksiyalar verməliyik ki, sonra da qurbana çevrilməliyik. İndi mən bu Buna məqamı görə də başa yəni bu düşdüm. inanc, yəni kökündə duran inanc budur. Ona görə biz evimizdə oğlan uşaqlarımızı tərbiyə edərkən onların fiziki gücü ilə, yəni belə deyim də, bu cür yanaşmamalıyıq ki, sən məhz elə fiziki gücünü göstərməlisən. Ən birinci insanın o səbri, insanın səbri ən birinci gücüdür ki, mən səbir nümayiş etdirirəm, mən dözüm nümayiş etdirirəm. Xoşuma gəlməyən bir sözə qarşı, xoşuma gəlməyən bir hərəkətə qarşı. Dediyim kimi bu insan manyak ola bilər, bu insan psixoloji problemli ola bilər. Mən əgər uşağımı yəni doğru tərbiyə eləyirəmsə, mənim uşağım da hər şeyə bir reaksiya verib özüm də rahat olacağam. Biləcəm ki, mənim uşağımın ən birinci